Yük avtomobilinin sayğacı qırması nəticəsində abonent bir aya yaxındır qazsız qalıb. Hadisə Abşeronda baş verib. Mövcud problem Xırdalan şəhər Quşçuluq Yaşayış Massivi Əzim Əzimzadə bir ünvanda yaşanır. Belə ki, vətəndaşa məxsus qaz sayğacını bu istiqamətdən hərəkətdə olan yük avtomobili qırıb. Hadisə isə təqribən bir ay bundan öncə qeydə alınıb. Hazırda vətəndaş demək olar ki, bir aydır ki, mənzilində qazdan istifadə edə bilmir. Xırdalanda yaşayan İdayət Paşayev deyir ki, sayğacı zədələyən yük maşınının sürücüsü indi məsuliyyətdən boyun qaçırır. Bu hadisə may ayının 17-si olub. Buradan yük maşını yük aparanda, burada mənim sayğacımı qırıb, aparıb hardasa divardan da 1 metr aralıda, belə sayğac qalıb burada. Düşüb özü, bütün görüntülər kamerada var, qonşunun kamerasına düşüb. Əli ilə bu sayğacı dartıb qoyub yerinə, düşüb qaçıb gedib. Nəysə uzun söhbətdən sonra mən bunu tapmışam nömrəsi ilə zadla. Özü ilə əlaqə saxladım, dedi get nə istəyirsən elə, qəzadır olub mənə nə. İndi sayğac işləmir. Hal-hazırda sayğac işləmir. Mənim evimdə balaca uşağı da var, yaşlı da var, xəstəm də var. Mənim evimdə bu dəqiqə hal-hazırda qaz yoxdur. Mən işıqla işləyirəm. Hadisə zamanı hadisəni törədən tərəfin məsuliyyəti dəqiq müəyyənləşdirilib. Hətta məsələ ilə bağlı dövlət yol polisi əməkdaşları rəsmi sənəd də tərtib ediblər. Lakin bütün bu prosedurlar problemin həllinə yox, sadəcə dırnaqarası sənədləşdirilməsinə xidmət edib. Mən bir həftədən sonra yol polis xidmətinə getdim. Dedi, hələ tez gəlmirsən, hələ bir 15 gündə gözləməlisən, biz onu axtarırıq. Bunun nömrəsi varsa kimi axtarırlar? Nəysə, mən bir də gedəndən sonra mənə belə bir kağız verdilər, yol polisindən yola saldılar. Məlum oldu ki, bunu elə-belə veriblər mənə, bu heç sığortadan da keçməyib. Hal-hazırda mən sığortanı yığıram, sığorta deyir, bizdə belə bir məlumat yoxdur. Sakin bir aydan çoxdur ki, evində təbii qazdan istifadə edə bilmir. Bu müddət ərzində müvafiq qurumlar tərəfindən texniki dəstək də göstərilməyib. Vətəndaşa bildirilib ki, asan kommunal vasitəsilə yeni sayğac üçün müraciət edə bilər. Hadisəni törədən yük avtomobilinin sürücüsünün yaxını ilə əlaqə saxladıq. Bildirildi ki, dəymiş ziyan vətəndaşın asan kommunala müraciətindən sonra həll olunacaq. Dəymiş ziyanın miqdarı hadisəni törədən sürücü tərəfindən ödəniləcək. Azərqaz İstehsalat Birliyindən isə Xəzər xəbərə bildirildi ki, hadisədən sonra vətəndaş sayğacı dəyişir, çıxan sayğacı laboratoriyaya göndərir. Rəydən asılı olaraq dəymiş ziyan tələb olunur. Avtomobil zədəliyibsə, dəymiş ziyanın alınması üçün polisə müraciət olunmalıdır. Nizami Rəsulov, Minaya Zamanova, Xəzər xəbər.